Demək uşaqlar, 6-cı sualımıza da baxaq. 10 mərtəbəli binanın tikintisində hər yuxarı mərtəbədə əvvəlkindən 2 nəfər çox işləyirdi. Əgər axırıncı mərtəbədə 21 nəfər çalışırsa, bu binanın tikintisinə cəmi neçə nəfər işləyir? Demək 10 mərtəbəli binadır. Belə sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Yəni təbii ki, uşaqlar bu tip məsələlərin daha qısa həll etmə yolları var. Sadəcə siz başa düşəsiz deyənə mən geniş izahdan istifadə edirəm. Demək, hər deyir yuxarı mərtəbədə əvvəlkindən 2 nəfər çox işləyir. Əgər axırıncı mərtəbədə 21 nəfər çalışırsa, axırıncı mərtəbə burada düzdürmü? Burada 21 nəfər çalışırsa, cəmi neçə nəfər çalışır? Təbii ki, biz bunu, baxın belə, burada 21 nəfərdirsə, burada 19, burada 17, burada 15, burada 13, burada 11, burada 9, 7, 5, bir də 3. Düzdürmü? Baxın, biz bunları sayı hesablayıb toplamalıyıq. Təbii ki, bunları belə də hesablamaq olar. Yəni, rahat bir şeydir. Amma burada baxın, 3 ilə 21-i toplasam 24. 5 ilə 19 toplasam yenə 24. Sonra 7 ilə 17-ni toplasam yenə 24. Belə ardıcıllıqla davam edəndə əvvəlki ilə axırıncını toplayanda eyni ədədi verir. 7 ilə 15-i toplasaq 24. 13 ilə 11-i toplasaq 24. Neçə dənə 24 var? 1, 2, 3, 4, 5. 24'ü vurarıq 5'ə. 5'i 4'ə vuranda 22 ya da 5'i 10'a vuranda 5'i 2'yə vuranda 10 da ki 20. 120. Demək 120 nəfər işləyir. Bu da hansı variantdadır? Burada A variantındadır.